Hər kəs salam, Kripto Azərbaycan izləyiciləri. Bugün Binance Alpha haqqında danışacağıq. Yəni ki, Binance Alpha nədir? Məndən ən çox istədiyiniz videolardan bu arada biri bu idi. Yəni Binance Alpha dostlarım DEX-dən bu şəkildə fərqlənir ki, məsəl üçün DEX-də hər insan öz kriptovalyutasını yarada bilər. Sən, mən fərq etmir. Hamımız öz kriptovalyutamızı DEX üzərindən çıxara bilərik və yayınlaya bilərik. Ancaq Binance bir marka olduğuna görə eynən bunu bu şəkildə düşünün. Məsəl üçün, günümüzdə ən yaxşı telefon hansı markadır deyə soruşsam, aşağıda bir çoxunuz təbii ki, Apple-ı daha üstün görəcək. Apple markasını daha çox sevdiklərini deyəcəklər. Həmçinin kriptovalyutada da bu özəlliyi var ki, yəni bu marka ən ön sıradadır ki, Binance. Yəni kriptovalyuta işi ilə məşğul olan bütün canlıların hamısı Binance-ı tanıyır və Binance-ın bu dəqiqə əlində saxladığı kriptovalyutaların ümumi dəyəri 1 trilyon dolların üzərindədir. Yəni insanlar güvənir, insanlar bütün pullarını Binance-a əmanət edir. Həmçinin də Binance-ın DEX-i də 10 minlərlə mütəxəssislər tərəfindən bir sözlə qorunur. Başa düşdünüz? Yəni burada hər kəs öz kriptovalyutasını çıxarıb yayınlaya bilməz. Yəni DEX-dən fərqli olaraq Binance-ın işçiləri buna qərar verir. Yəni bir proyekti yoxlayırlar, bir proyektin market cap'inə müəyyən qədər market cap'inə əl qoyurlar ki, istifadəçilər buradan ziyan görməsin. Ancaq DEX-də necədir dostlarım? Məsəl üçün DEX-də bir kriptovalyutanın market cap'ini qoyun mən sizə göstərim bir dəqiqə buradan örnək olaraq, nümunə olaraq. Məsəl üçün bu valyuta gördüyünüz kimi valyuta çıxıb ikinci şamda bütün market cap'ini boşaldıb çıxıb gediblər. Başa düşdünüz? Bir sözlə insanları aldadıblar. Ancaq Binance-da isə bu belə deyil. Binance-ın dediyimiz kimi 10 minlərlə mütəxəssisi olduğu üçün, yəni Binance Alpha-da daha effektli gördüyü proyektləri listələyirlər. Gələcəkdə bu Binance-da, Binance Spot'da da listelənə bilər. Yəni qısaca bu şəkildədir. Binance Alpha-nın Binance-ın bir markasıdır Binance Alpha-da. Ancaq bura baxdığımızda nə görürük dostlarım? Əlbəttə ki, burada alım-satım etmək üçün Binance hesabınızı bura quraşdırırsınız. Çox rahat bir şəkildə BNB və ya USDC indi hansı paritetlə satın almaq istəyirsinizsə, həmin pulları transfer edib, yəni bu şəkildə buradan alım-satımlar edə bilirsiniz. Dedik axı, Binance bir markadır. Binance-ın bugün 10 minlərlə mütəxəssisləri var, işçilərinin hamısı biliklidir. Ancaq bu günlərin DEX-dən fərqli olaraq elə Binance-da da hansı valyutaya baxsaq gördüyünüz kimi. Yəni bu adamlar işin mütəxəssisidir dostlar. Yəni Binance Alpha-nın sizə reallığını bu videoda göstərirəm. Məsəl üçün bu Fly token 1 dollarla çıxıb hal-hazırda dəyəri 1 sentin aşağısındadır. Başa düşürsünüz? Yaxşı, DEX-dən bunun nə bir fərqi qalır? Yəni bu adamlar dedi axı işin mütəxəssisidir. Yəni Binance böyük bir markadır. Başa düşdünüz? İnsanlar hər zaman böyük markalara güvənir. Eynən Apple-ı örnək olaraq deyə bilərik və ya adlarını saymadığımız bir çox markaları sadalaya bilərik. Ancaq burada söhbət kriptovalyutadan əgər gedirsə, bu markaların ən başında gələn nədir? Binance. Başa düşdünüz uşaqlar? Yəni Binance konkret olaraq bu işin başında gəlir. Ancaq bu günlərin listelənən valyutalara sadəcə və sadəcə baxın. Məsəl üçün bu valyuta 14 dollar 10 sentdən listelənib, bazara çıxıb və hal-hazırda qiymətinin 6 sent olduğunu görürük. Və ya bu valyutanı AI Flow mən də tanımışdım və mən bunu tanıdandan sonra bu 10 qata qədər həqiqi mənada qazanc vermişdi. Ancaq günümüzdə isə buna baxdığımızda görürük ki, düşünün ki 10 sentdən nə qədərə 4 dənə sıfıra düşür. Nə az, nə çox. 4-0. Həmçinin yeni çıxanlardan pop valyutası olsun. 1 sentin üzərində idi. Bu günlərim 4-0-dadır. Bu gün bot valyutası olsun. Hyperbot
mənə ən çox suallar verirsinizsə, gördüyünüz kimi 21 sentə qədər yüksəlib indi hal-hazırda 3.0-dadır. Həmçinin Froggy 0.09 sentdən gördüyünüz kimi hal-hazırda 3.0-dadır. Başa düşürsünüz uşaqlar, bunlar nə deməkdir? Yəni biz bu bazarın əslində çöküş səbəblərindən biri də elə Binance-ın özüdür. Binance Alpha-nın özüdür. Yəni insanlarda bu güvəni, inamı hər gün dibə vura gedirlər. Yəni konkret olaraq mən siz insanların, yəni məni izləyən insanların hər zaman hər şeyini bilməklərini istəyirəm ki, yəni göz açıq olasınız. Baxın, dostlarım, bu CZ-dir. Binance-ın CEO-su. Təkcə CZ-nin hal-hazırda əlində 2025-ə istinadən bunu deyirəm. 78 milyard 800 milyon dollar pul var. Həmçinin Binance-da önəmli fiqurlardan başqalarının da əllərində. İndi burada bəlkə də bu yalandır. Bundan daha çox olar. Çünki təkcə elə son 2 ayın ərzində bu bazardan 1 trilyon 200 milyard dollar pul yeyilib. Yəni düşünün, o çöküş olan gecəsini düşünün. O çöküşdə bütün futuresə girən bütün insanların hamısının pullarını yemişdilər bir gecədə. Buradan Trump öz payını götürdü, buradan Elon Musk öz payını götürdü, buradan CZ öz payını götürdü və adlarını sadalamadığımız, yəni minlərlə balina öz paylarını baxın bu şəkildə götürdülər. Əlbəttə ki, gedən pullar kimin ciblərindən getdi? Sənin, mənim kimi xırda yatırımçıların ciblərindən getdi. İndi bu günlərim altcoin sezonu deyir ya, dayanmadan. Yəni bu tərz adamlar, təəssüflər olsun ki, dostlarım, yəni bazara ciddi ziyan vurub, güvəninə əsasən, bazarın güvəninə ciddi ziyanlar vuraraq bu gün altcoin sezonu belə deyim də çox gecikir. Qabaqlarım çünki 2021-dən danışıram sizlərə. 2021-də insanlar bir proyektdə birləşməyi seçirdilər. İndi isə düşünün ki, insanlar çox təəssüflər olsun ki, bir proyektdə birləşə bilmir. Çünki çıxan proyektlərin artıq hər gün yaranan proyektlərin sayı hesabı yoxdur. Yəni düşünün, bugün McDonald's yeni bir hamburger çıxartdığında konkret olaraq onun dəyəri artır. Orada satışlar artır. Çünki niyə? Bazara yeni bir mal çıxardı. Düzdürmü? Bugün McDonald's yeni bir hamburger çıxardıqda və ya yeni bir menyu yaratdıqda bu alım-satma ciddi təsirlər edir. Ancaq bu günlərin bu qədər kriptovalyuta yaranır, insanların kriptoya güvəni daha da azalır. Eynən dediyim kimi, başında bax bu adamlar gəlir. 20 il, 30 il baxın, bundan əvvəl insanlar əllərində avtomatla girib bankları yarırdılar. İndi artıq o dövr deyil ki, bax bu tərz adamlar çox rahat şəkildə, yəni banklara artıq yəni evə oğru girmə hadisələri görürsünüz ki, günü-gündən azalıb. Çünki niyə? Artıq hər şey kompüterin arxasından olunur. Kompüterin içində olunur. Bax, girir cibindən, məsəl üçün, 100 dollar, 200 dollar, 500 dollar və rahat bir şəkildə götürür, adını da risk qoyur. Bax, mən demirəm, həqiqətən kriptovalyutanın risk olduğunu bilirəm. Bu günlərim risk olduğunu bildiyim işdə də ağlamıram. Sadəcə bunun 1-i olar, 2-si olar, 3-ü olar, 4-ü olar, 5-i olar, 10-u olar, 100-ü olar. Qardaş, bu günlərim 100 kriptovalyuta bazara çıxır və bunun 100 kriptovalyutanın 95 kriptovalyutasının içindən buraxın qazanc verməkləri başlarına dəysin. 95-in içindən market cap'ini çəkirlər. Hanı bunun market cap'i? Və siz bu işin mütəxəssisi deyilsizmi? Tüpürüm sizin sponsorluğunuzdan mənə gələcək pula. Başa düşdünüz? Yəni bunların mən məsəl üçün Kripto Azərbaycanı işlədirəm və Kripto Azərbaycan Binance Azərbaycandadır. Gələcəkdə bunlardan sponsorluq ala bilərəm. Ancaq bu tərz sözləri əlbəttə ki, mən bunlara deməliyəm. Sizlər də bunu bilməlisiniz, anlamalısınız. Baxın, Binance Alpha budur. Bizlər mütəxəssis deyirik, deyirlər. Burada çıxan 100 valyutadan düşünün ki, 95-i bu günlərə
Skam olaraq çıxır. 95-in içindən market cap'ini götürürlər, yoxa çıxardırlar. Bunlar kimlərin puludur? Bax, gəlir, burada bax, listələnməyib. Listələnəndən sonra qalxır, qalxandan sonra dank. Çıxdığı yerdən də aşağı düşür. Yaxşı, bu market cap hara getdi? Bu qədər pullar, bu valyutanın içində məsəl üçün 10 milyon dollar pul var idi. Bu 10 milyon dollar hara getdi? Bax, düşünün, ay ərzində 100 ədəd belə valyuta çıxardanda CZ-nin sərvətinə, yəni bu qədər insanlar itirir, CZ sərvəti üzərinə sərvət qazanır. Başa düşürsünüz uşaqlar nə demək istədiyimi? Əlbəttə ki, yəni çox təəssüflər olsun ki, kripto artıq maşenniklərin bir sözlə əlindədir. Kriptovalyuta artıq konkret olaraq deyirəm ki, yəni var da bu işdə çox böyük maşenniklər artıq rol oynayır. Yəni ciddi şəkildə deyirəm, yəni mənim də gözlədiyim kriptovalyuta dünyası bu deyildi. Mənim də inandığım kriptovalyuta dünyası baxın bu deyildi. Əlbəttə ki, yeni ictimaiyyət yaranacaqmı kriptovalyutada? Yaranacaq. Buna inanıram. Yəni ola bilsin bu Vitalik Buterin'in əli ilə yarandı. Ola bilsin digər güclü öndə olan insanların əli ilə bu yarandı və insanlar bir sözlə bu Binance-dır və ya digər Binance kimi olan birjalardan canlarını qurtarıb normal proyektlərə həqiqi mənada yatırım edərlər və biz oradan təkrardan qazanclar əldə edərik. Yoxsa bu qədər maşenniklik olduğu dönəmdə, yəni düşünün, zarafat bir şey deyil. Məsəl üçün, baxın, hər valyutaya bu günlərin baxa bilərsiniz. Hər valyutaya, bax, hanı bu? 20 sentdən çıxıb, görün hara düşür. Yəni bu şəkildə olmalı deyil. 20 sentdə deyirəm. 2 dollar 23 sentdən çıxıb bazara girib. 5 sentə düşüb. Düşünün ki, bu günlərim bu kriptovalyutada bir inam. Yəni bunun kimi nə qədər valyuta var? Yəni adları bəlli deyil. Bax, sən Binance-san. Sənin trilyonlarla dolları sən idarə edən bir şirkətsən. Sən neynirsən? Bu etdiyin adın nədir? Bax, burada yaratdığın valyutalar bu nə deməkdir? Okey, mən bilirəm, bax, iş riskdir. Bunu hamımız bilirik. Ancaq qardaş, 1 valyuta, 2 valyuta, 3 valyuta, 4 valyuta, 5 valyuta, 6 valyuta, bunun hamısı elə cibə girmək üçün yaranır. Bunun hamısı budur. Binance Alpha budur. Yaxşı, Binance Alpha əgər deyirsə ki, mən mütəxəssislərlə, yəni bu işi görürəm. Yəni sənin DEX-dən fərqin nədir? Burada bax, zincirlər üzəri kriptovalyutalar yaratmısan. Solana, Base, Sonic, Sui, məsəl üçün bir çoxunda yaratmısan. Bunları sən təsdiqləmisən. Sən deməli bütün bunların market cap'lərini bax 26 sentdən 0,03 sentə. Ancaq və ancaq düşüş. Deməli bunların hamısının market cap'ini əlində saxlayırsan. Öz necə deyim, Binance-a, markaya güvənən adamlara bunu satıb, əllərindən bu pulları alırsan. Çox rahat, çox sərbəst şəkildə. Bunu eləyirsiniz. Bunu eləməyə də davam edirsiniz. Yəni uşaqlar, baxın, məsələ budur. Bugünkü gün ən böyük problemlərimizdən biri budur. Və yaxud eynən McDonald's örnəyini verdiyim kimi. Yəni bazara yeni kriptovalyuta çıxanda əslində kriptovalyuta dünyası canlanmalıdır. Ancaq bazara çıxan valyutaların əksəriyyəti 90% günümüzdə nədir? Batır. Baxın, gördüyünüz kimi. Yəni gülünc vəziyyətdir. 20 dollara məsəl üçün qaldırırlar, 20 dollardan bu düşür 46 sentə. Düşünün ki, bir kriptovalyutadan 100 milyon ədəd var və ya 1 milyard ədəd var. Bu 1 milyard ədədin alıcıları nə qədər, hodulçuları belə deyim, 10 min nəfər olsun və 1 milyonu, 2 milyonu hodulçularda olsun. Qrafiklərə baxdığımızda, satışa baxdığımızda görürük ki, 2-3 milyon satılmaq əvəzinə satılıb 130 milyon, 140 milyon. Bu da kimin əlində olur? O Binance deyir, mənim mütəxəssislərim var. Hamısı, bütün birjalar hamısı
öz birjalarından ağız dolusu bu günlərim danışırlar ki, biz istifadəçilərimizi belə qoruyuruq, biz likvidasiyanı belə qoruyuruq, biz bazarda olan, yəni bizim daxilimizdə olan kriptovalyutaların market caplərini belə qoruyuruq, elə qoruyuruq, amma nəticə etibarilə nədir? Hamısı sıfır. Bazar üçün çabalamırlar. Hamısı öz cibləri üçün çabalayır. Reallıq isə günümüzdə həqiqi mənada budur. Yəni sizlər kimi yoldaşlar, biz də bu işin içindəyik. Sizlər kimi biz də həqiqi mənada ciddi miqdarlar itiririk. Çox, amma çox ciddi. Artıq psixologiyamızın pozulmaq həddindəyik. Ancaq yenə də deyirəm, bu günlərim inan varmı mənim özümdə kriptovalyutaya var. Düzgün proyektlər çıxacaqmı? Çıxacaq. Ancaq hal-hazırda əgər bu kriptovalyuta bazarının vəziyyətini soruşursunuzsa, vəziyyət gördüyünüz kimi. Kriptovalyuta bazarı bu dəqiqə maşenniklərin əlindədir. Cibgirlərin əlindədir. Başa düşdünüz? Bu adamlar milyarder cibgirlərdir. Yəni çox sadə şəkildə girər, cibindən pulu götürər və heç kim heç nə deyə bilmir. Yəni Binance Alpha da baxın dostlarım budur. Binance Alpha sistemi gördüyünüz kimi budur. Trilyon dollarlıq əllərində pulu olan şirkətin insanlara qarşı etdiyi baxın budur. Ondan sonra qoy insanlar girsin DEX etirsin də. Sənə gəlib yem yeri olunca geçsinlər başqa birinə yem yeri olsunlar. Ən azından o adam Binance-a aid deyil. Yəni sual verirdinizsə, hər zaman soruşurdunuzsa Binance nədir, Binance nədir? Baxın Binance yəni Alpha nədir? Binance Alpha bu gördüyünüz bu sistemdir. Səhv deyirəmsə, yəni göstərin deyin ki, Azər səhv deyirsən. Lap büdcə idarəsi edirik bu günlərə. Deyək ki, əlimizdə $1000 var və $1000 10 kriptovalyutaya yatırdıq. Qardaş, bu skam çıxdı, bu skam çıxdı, bu skam çıxdı, bu skam çıxdı. Bu necə olacaq yaxşı? 10 valyutanın onu da skam çıxandan sonra burada hansı büdcə idarəsindən danışa bilərik? Ona görə dostlarım, özünüz də görürsünüz, azdan çoxdan təbii ki, buna bir çarə tapacağıq. Mən deyirəm, hər zaman izləyici olaraq elə eynən sizdə düşünən beyinlər olun. Yəni bazarda bu tərs fırıldaqçılıqlar bizi hələ də çox gözləyir. Başa düşdünüz? Bundan sonra olacaqmı? Əlbəttə ki, olacaq. Heç vaxt verəcəyimiz hər bir qərarda təbii ki, düzgün qərarı verə bilməyəcəyik. Yəni bu sözsüzdür. Yəni bu qaçınılmaz bir reallıqdır. Ancaq edə biləcəyimiz tək bir şey nədir? Məsəl üçün, keçən dəfə Somnia dedik. Google Cloud arxasında dayanıb. O tərs kriptovalyutaları, ona bənzər kriptovalyutaları, arxasında böyük şirkət olan kriptovalyutaları, yəni Binance-ın oyunlarına alət olmadan və ya digər bazarı manipulyasiya edən elə eynən Trumpdan bu günlərimdə danışa bilərik. Trump öz tokenini ilk öncə bazara çıxartdı və bir gecədə o kriptovalyutanı mən öz VIP kanalımda yayımlayanda 10 qatın üzərində ondan xeyir götürdük. Ancaq ikinci dəfə Trump Melania'nın, yəni öz həyat yoldaşının adına bir kriptovalyuta çıxardı. Düşünün ki, o valyutanın qiyməti $10-dan 10 sentə düşdü. Yəni bu biri tərəfdən qazandırdığı adam inamı aldı mı hələ, düzdürmü? Bu biri tərəfdən də qazandırdığı pulu qat-qat geriyə aldı. Yəni kimə nə verdisə hamısını tutub aldı. Kriptovalyuta bazarı həqiqi mənada dostlarım inkişaf edəcək. Kriptovalyutalar inkişaf edəcək. Buna inanıram, buna inanmaqdan başqa bir çarəm də yoxdur. Yəni çünki mən düzgün proyektləri zamanında görmüşəm, zamanında qazanmışam, bilirəm. Ancaq bu bazar hal-hazırda fırıldaqçıların əlində olduğuna görə, yəni bu tərz artıq hadisələr günümüzdə qaçınılmaz olduğuna görə bu oyunları da bilməliyik. Bu oyunları da dərk etməliyik ki, aha bizə bax bu markalar, trilyonluq markalar filan şeylərin adı ilə məsəl üçün alladıb əlimizdən pulumuzu alırlar. Bax görürsüz.
Binance Alpha-da çıxıb, məsəl üçün gedirəm bunu 2 dollardan satın alıram. Keçən dəfə bax bunu satın almışdım 1 sentin üzərində. Artıq 4 dənə sıfır var. Başa düşdünüz? Yəni bu şəkildə olacaq. Ancaq yenə də deyirəm, həyatımızı dəyişdirəcək olan sahə nədir? Elə bu da kriptovalyutadır. Ancaq dostlarım, yəni bu adamların oyunlarının qurbanı getməmək üçün daha çox çalışmalıyıq, daha çox axtarmalıyıq. Yəni bu bazarda daima və daima axtarışda olmalıyıq. Axır əvvəl, yəni inanıram ki, öz istədiyimizi tapacağıq. Əslində o siqnalla tapmışam mən hal-hazırda, onda hər şey superdir. Yəni inşallah ki, ona bənzər bir 5 dənə, 6 dənə, 7 dənə kriptovalyuta düzgün şəkildə alıb əldə toplayıb gələcəyi daha sağlam edə bilərik. Yəni sualınıza qaldıqda isə Binance Alpha nə idi? Baxın, Binance Alpha da budur. Videomuz bu qədər idi dostlarım. Videonu bəyənərək siz də Kripto Azərbaycan kanalına dəstək ola bilərsiniz. Sağ olun, hələlik.